Bugünkü dərsimizdə sizlərlə CorelDRAW proqramında flyerlərin hazırlanması haqqında danışacağıq. Əvvəlcə flyerlər nədir, nədə istifadə olunur, onun haqqında qısa bir məlumat verim. Flyer qısa və diqqət çəkən məlumatı insanlara tez çatdırmaq üçün istifadə olunan çap reklam vasitələridir. Yəni ki, məsələn, hər hansı bir biznesi, kampaniyalar və endirimləri ola bilər, xidmət və məhsul təqdimatını insanlara çap vərəqi üzərində tanıtmaq üçün istifadə olunur. Və bu dizaynlarda sıfırdan CorelDRAW-da istədiyiniz kimi peşəkar şəkildə yarada bilərsiniz. Flyerlərin ölçüləri müxtəlif ola bilər. Məsələn, mən deyək ki, sadə A4 ölçüsü istifadə etmək istəyirəm. A4 daha çox böyük və məlumatlı flyerlər üçündür. Yəni ki, vərəq ölçüsünü buradan A4 seçirsiniz, başqa heç bir dəyişiklik etməyinizə ehtiyac qalmır. Millimetr, santimetr dəyişmək olar təbii ki də, amma olduğu kimi də qala bilər. Sonra buradan A5 seçim edə bilərik. A5 ən çox istifadə olunan flyer ölçüsüdür. Yəni biraz daha A4-ə nisbətən kiçik ölçüdə olur. Bu da bizim flyerləri daha rahat daşınabilir formaya gətirir. A6 da həmçinin istifadə oluna bilər. Bu hissədən A6 da seçə bilərəm. A6 artıq daha da kiçik ölçüdə olur. Bu da yenə çox istifadə olunan flyer seçimidir. Mən isə bugün sizlərlə bir A4 ölçüsündə olan flyerlər haqqında danışacağım. Çünki ən çox istifadə olunan da demək olar ki, bu ölçüdə olan flyerlərdir. Eynən bu dizaynı bu vərəqə A4-ə yerləşdirmək üçün burada bizə bəzi əmrlər verib onları etməyə çalışacağıq. Yenə də bəzi işarələr haqqında da məlumat verəcəm. Burada əslində sadəcə arxa fonun rəngi dəyişilib. Diqqət etsəz, şəkillər fiqurların içərisinə əlavə olunub. Burada hazır ikonalar var, onların yerləşdirilməsi haqqında danışarıq və yuxarı hissədə bu tipdə olan fiqurları necə yaratmaq lazımdır, onun iki üsulunu göstərəcəm. Arxa fon qara rəng tonundadır. Bunu biz bir rectangle seçib arxa fonun qara rəng tonunda da edə bilərik. Və yaxud da layout-a daxil olub page background hissəsindən bu solid olanı aktiv edib rəng tonunu da istədiyimiz tonda seçə bilərik. Belə olduqda artıq A4-ümüz rənglənmiş olacaq. Əlavə olaraq orada rəng tonunu seçmək üçün baxın, burada belə bir əmr var. Yenə istədiyimiz rəngə yaxınlaşıb bu formada da edə bilərik. Hal-hazırda daha biraz bu dizayna uyğun rəng tonunda olmuş olur. Daha sonra yuxarı hissədə belə bir fiqur yaradılıb. Bu fiquru yaratmaq üçün digər dərsimizdə əslində belə bir işarə keçmişdi. Yadınızdadırsa, spline aləti ilə mən sadəcə bu dizaynımda olan xətləri birbaşa birləşdirərək həmin fiquru ekrana əlavə etmişdim. Bu da yenə istifadə oluna bilən bir üsuldur. Sadəcə olaraq bəzən bu dizaynın eynisi bizə verilməyə bilir və belə olduqda biz artıq əlimizdə heç bir əgər vəsait və yaxud da şəkil yoxdursa, bu çərçivəni özümüz yaratmalı oluruq. Məsələn, mənim əlimdə varsa, bəli, bu üsulla edə bilərəm. Hətta qısa şəkildə bunu göstərim. Bunu seçirik. Daha sonra isə həmin o rənglədiyimiz hissəni, daha doğrusu seçdiyimiz hissəni bu hissəyə əlavə edirik. Rəng tonunu seçirəm və yaxınlaşaraq həmin o figurumu rəngləyirəm. Həmçinin içərisi və kənarlarını rəngləyirik ki, rəng bərabərsizliyi olmasın. Kənara çıxara bilərsiniz. Printerdən, çapdan çıxmayacaq. Kənarda qalan hissələr və yaxud da kəsib də trim aləti vasitəsilə silə bilirik. Onu da bu hissəni keçdikdə izah etmişdim. Əlavə olaraq isə bəzən dediyim kimi dizayn bizdə olmadıqda artıq bu fiquru biz yaratmağa çalışırıq. Bunun üçün biraz daha çox diqqətli seçim etmək lazım olacaq. Hələ ki bu fiqur burada qalsın. Əvvəlcə rectangle alətini götürürük və iki fiquru birləşdirərək yaradacaq bu hissədə. Figurumu əlavə edirəm. Hətta rəng tonunu öncədən də müəyyənləşdirə bilərsiniz. Yəni heç bir fərqi yoxdur. Sonradan da bunu etmək olur. Daha sonra isə
fiqurun aşağı hissəsindəki ovallıq üçün yenidən burada dairə seçirəm və ekrana dairə əlavə edirəm. Dairənin üzərinə bir dəfə toxunub kənarlarından, baxın, onu bu formalara gətirə bilirik. Kənara qalan hissələr silinəcəyi üçün biraz kənara doğru çıxarmaq olar. Əslində digər göstərdiyim üsul biraz daha rahat üsuldur. Lakin dediyim kimi, hər hansı bir dizayn olmadıqda məcbur fiquru özümüz yaratmağa çalışırıq. Hər ikisini rənglədikdən sonra bunları bir fiqur halına gətiririk ki, daşıdıqda, hərəkət etdirdikdə bizə problem yaratmasın. Bunun üçün isə ilk fiqur seçilidir. Shift'i sıxıb saxlayaraq arxada qalan digər fiqurumu seçirəm. Və burada bəzi işarələr gəlir. Buradan birincini də seçə bilərsiniz. Lakin bu əmrlər əgər yuxarı paneldə olmazsa, yenidən shaping bölməsindən də əlavə edə bilərsiniz. Belə olduqda artıq bir fiqur halında olmuş olacaq. Kənar hissələri rəngli saxlayım. Baxın belə. Yəni, mən artıq daşısam, hərəkət etdirsəm də bu artıq bir fiqur halındadır. Kənarda qalan hissələrin kəsilməsi üçün yenidən rectangle-dan istifadə edəcəm. Kənar hissələrə fiqurumu əlavə edirəm. Və shift'i sıxıb saxlayaraq hər ikisini eyni anda seçirəm. Yenidən eyni bölməyə daxil olub trim aləti ilə həmin hissəni kəsirik və eyni əmri sol və sağ hissələrə də yenidən təkrarlayacaq. Shift və belə. İşimiz bitdikdən sonra bu fiquru bu hissədən silə bilərik. Diqqət etsəz, müəyyən qədər oxşarlıqlar var. Ovallığı biraz daha aşağıya doğru etsəydik, bu hissələr biraz daha çox oxşaya bilərdi. Daha dəqiq seçimlərdə istifadə etmək olar. Mən bunu da istifadə edə bilərəm əslində. Yəni, hansı fiqur sizə yaxşıdırsa, hansı fiquru istifadə etmək istəyirsinizsə, öz istəyinizdən asılıdır. Məsələn, bu qala bilər əslində. Sadəcə bunun aşağı hissəsi biraz oval formada seçməmişəm deyə o qədər də bənzəməyə bilər. Elə bu formada qalsın. Digər fiquru saxlayıram. Əlavə olaraq aşağı hissədə diqqət etsəniz, bu formada şəkillər əlavə olunub və fiqurların içərisində qeyd olunub bu şəkillər. Bunun üçün isə biz yenidən rectangle alətimizi seçib ekranda fiqur çəkirik. Və bu fiqurumuzun üzərinə bir dəfə toxunaraq onu dərəcədə saxlayırıq. Əgər bu sol-sağ eyni ölçüdə deyilsə, bu hissədən biraz ölçüləri tənzimləmək olur ki, forma olaraq eyni qalsın. Daha sonra bu fiqurun küncləri biraz daha oval formadadır. Bunun üçün isə ikinci alətimiz Shape Tool alətini seçirik. F10 vasitəsilə də seçə bilərsiniz. Və bu qeyd olunmuş nöqtələrdən tutaraq ovallığı müəyyənləşdiririk. Çox oval da deyil, biraz bu formada qalsa olar. Daha sonra isə üzərinə şəkil əlavə etmək. Baxın, biz CorelDRAW-da şəkilləri Ctrl-I vasitəsilə də əlavə edə bilərik. İnternetdən olan və yaxud da Pinterestdən olan şəkillərimizdən də istifadə edə bilərik. Pizza yazdıqda hansı şəkillər gələcək baxaq, ona uyğun olaraq qeyd edərik. Əslində eyni şəkli CorelDRAW-da, daha doğrusu Pinterestdə tapmaq biraz vaxt itkisinə səbəb ola bilər. Ona görə də mən hər hansı bir şəklin üzərində göstərirəm. Amma telefonda Pinterestdə şəkil hissəsində axtarış bölməsi var. Axtarışda şəkilləri axtarmaq olur. Yəni, eyni şəkli ora əlavə edib tapa bilərsiniz. Mən vaxt getməsin deyə sadəcə hər hansı bir şəkildən istifadə edəcəm. İndi bu şəkili fiqurun içərisində yerləşdirmək istəyiriksə əgər, şəkil aktiv vəziyyətdə qalmalıdır. Yəni, biz fiqurun yox, şəkilin üzərində olmalıyıq. Daha sonra burada baxaq bizdə hansı bölmədədir həmin işarə.
power clip əmri verilməlidir. Power clip əmri məndə silinmiş vəziyyətdə ola bilər. Bir dəqiqə, digərinə daxil olaq. Deməli, şəkil aktiv qalır, effekt olan hissədəymiş power clip, sadəcə görməmişəm. Buradan power clipdə daxil oluruq birinci əmrə və fiqurumuzun üzərində siçanın sol düyməsinə bir dəfə toxunuruq. Belə olduqda şəkil avtomatik fiqurun içərisinə gəlmiş olacaq. Aşağı hissədə isə düzəlişlər edə bilirik, kilitli vəziyyətdə saxlaya bilərsiniz və yaxud da bir dəfə toxunub şəkili aktiv edərək bu formada ona ölçülər verib də tənzimləmək olur. Mən formada saxlayacağam. Və aşağıdakı stop əmrini seçərək fiqurumuzu və şəklimizi birləşdirə bilirik. Daha sonra isə istədiyiniz kimi onu dizaynımızın içərisində qeyd edirik. Onu da qeyd edim ki, kənarda qalan hissələrin görünməməsi üçün yenidən rectangle aləti vasitəsilə seçib, shift ilə digər şəkli aktiv edib, kənarda qalan hissələri silmək mümkündür. Daha sonra yazılar var, şəkillər var. Şəkillər üçün yenidən Pinterestdən istifadə edə bilərsiniz. Remove background-la şəklin arxa fonunu silərək əlavə edə bilərsiniz. Aşağı hissədəki fiqurlar üçün isə biz yenidən Pinterestdən istifadə edəcəyik. Konum və əlaqə ikonu qeyd olunmuşdur. Konum qeyd edib qarşısına bu formada yazdıqda bizə avtomatik hazır ikonalar verilir. Lakin həmin ikonaların ekrana gəlməsi üçün biz yenidən arxa fonu remove background-la silməliyik, yoxsa eyni formada olmayacaq. Bunun üçün də əvvəlcə şəkili saxlayın edirsiniz kompüterin yaddaşına. Daha sonra isə Google-da remove background yazırıq. Birinci sayta daxil oluram. Şəkilləri, daha doğrusu yüklədiyim həmin o şəkli əlavə edirəm. Arxa fon silinir və yuxarı hissədən skaçat eləyib birinci əmr vasitəsilə şəkili yüklüyürsünüz. Bu formada yükləndikdən sonra papka olan hissəni açıram və şəkili buradan sürüşdürərək Corel Draw'a əlavə edirəm. Və diqqət etsəz artıq arxa fon silinmiş halda deyil. Daha doğrusu arxa fon aktiv halda deyil. Sadəcə olaraq şəklin rəng tonu burada olan tonla bərabərdir deyə ona görə də arxa fon bu formada gəlir. Amma digər istədiyiniz şəkli yükləsəniz fərqli formada da ekrana əlavə edə biləcəksiniz. Məsələn, mən bunu yuxarıda yerləşdirsəm, baxın, belə olacaq. Aşağı qara fondadır deyə ona görədir. Yəni, sizə uyğun olan şəkli buradan taparaq eyni üsulla yükləyə bilərsiniz. Belə, dizaynı bitirdikdən sonra isə sadəcə Ctrl-P ilə çapa veriləcək və çap zamanında bəzi əmrləri yerinə yetirib birbaşa printerdən çıxarmaq mümkündür.